Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu ve salatu ve selamu ala men la nebiyye ba'dah amma ba'd. Demək, davam edirik. El-Qavaidul Musla fi Sifatillahi ve Esma'ihil Husna adlı Şeyh Muhammed ibn Salih el-Hüseymin rahimehullahın risaləsini ad və sifətlər barəsində qaydalardır. Və bundan qabaq iki qayda artıq götürdük. Hansı qaydalar idi? Adlar haqqında olan birinci qayda oydu ki, Allahın bütün adları hamısı məthə, tərifə dəlalət edir. Yəni, ən gözəl adlardır. Yəni, adlar içindən ən gözəlidir. Çünki hər cəhətdən, hər tərəfdən ancaq tərifə dəlalət edir, kamilliyə dəlalət edir. İkinci qayda isə, keçən dəfə götürdüyümüz, Allahın adlarının həm məna, həm şəxsi ad bildirdiyi idi. Həm məna, həm şəxsi ad. Şəxsi ad, yəni keçən dəfə sual doğurdu, belə bir şey. Yəni, Rahimlə Zurrahmənin arasındakı fərq. Yəni, Rəhim və rəhmət sahibi. Rahim çağırılan addır. Rahim. Zurrahmə isə rəhmət sahibi mənadır, vəsfdir. Aydındır. Yəni, Allah vəsf edirsən, rəhmət vəsfi ilə. Zurrahmə deyirsən, rəhmət sahibi, rəhmət. Aydındır. Rəhmət sahibi bu ad deyil. Rahim isə Ər-Rahim, bu addır. Hansı ki, öz mənasıdır. Yəni, təkcə çağırmaq üçün yox, həm də nədir? Özündə bir məna kəsb edir. Yəni, rəhmət vəsfi daşıyır özündə. Amma ad olaraq Rahimdir, rəhmət deyil. Yəni, Allahın adı rəhmət deyil. Allahın adı nədir? Rahimdir. Fərq budur. Aydındır. Demək, Allahın ikinci qayda nə oldu? Allahın adları bölünür. Həm şəxsi ad, yəni şəxsi ad, daha doğrusu bölgü nədir burada? Bölgü odur ki, zata dəlalət edirsə, yəni əgər biz çağırırıqsa, bu zata dəlalət edir. O mənada, o etibarən bunlar hamısı nədir? Bir-birini əvəz edir. Yəni, sinonimdir. Yəni, Səmih desən, Qadir desən, Alim desən, eyni zatı çağırmış olursan. Yəni, şəxsi addır da, düzdür. Amma məna etibarı ilənsə, Qadir, Alim, Səmih və s. bunlar ayrı-ayrı mənalar daşıyır. Aydındır. Yəni, bu cəhətdən, birinci cəhətdən mutaradifədir dedik, sinonimdir. İkinci cəhətdən isə mutabəyyinədir, bir-birindən ayrıdır. Yəni, hərəsi öz mənasını daşıyır. Yəni, bu ləfzlərin izahları keçmişdir. Sinonim, amonim, mutabəyyinə, mutaradifə, müştərəkə, yəni bu ləfzlər keçmişdir. Bir ki, ümum və xüsus. Bugünkü gün isə götürürük artıq, yəni adlarda üçüncü qaydanı. Və müəllif rahiməhullah buyurur ki, Əl-qaidətü thəlisə, üçüncü qayda, Əsmaullahi Teala İndəllət alə vasfin mütəəddin tadammənət thələsdə umur. Allahın adları yəni bu bölgü ilə, yəni bugünkü götürdüyümüz qaydadakı bölgü ilə iki yerə ayırmaq olar. Təsirli və təsirsiz. Təsirli və təsirsiz. Mütəəddi sözünün, yəni ki, qrammatik mənası nədir? Təsir göstərən. Yəni başqasına təsir göstərən. Necə ki, qrammatikanı keçənlər ərəbində bilirlər. Yəni, feil var, fail var, bir də məful var, edilən. Edən var icraçı, fail və edilən nəinki üzərində icra olunur, hökm olunur, aydındır. Ona edilən deyilir. Və mütəəddi feilləri məhz bunlardır. Hansılar ki, həmin o məful götürdülər özlərinə. Yəni, var feil, fail, feil və onun faili, onun icraçısı. Bir də var məful. Nəinki üzərində o icra olunur. Aydındır. Buna deyilir mütəəddi. Və birinci hissədə müəllif gətirir ki, Allahın adları, təsirli olan adlar. Yəni, təsirli olan adlar, yəni təsir göstərən, başqasına təsir göstərən, yəni məful edən adlar özündə üç şeyi daşıyır. Birinci odur ki, Subut zəlikəl ismi lillahi azza və cəl. Həmin adın Allaha sabit olması. İkincisi,
onun içindəki sifətin Allaha sabit olması və üçüncüsü, onun hökmünün, onun təsirinin Allaha sabit olması. Nə deməkdir bu? وَلِهَذَا اسْتَدَلَّ أَهْلُ الْعِلْمِ Yəni bu misal olaraq deyirik ki, Əs-Səmiyə. Nədir Əs-Səmiyə? Allahın adlarından biri Əs-Səmiyə, eşidən. Yətədəmmunu isbət-i səmi'i ismən lilləhi. Yəni bu söz, bu adda keçən qaydada nə götürmüşdük? Həm şəxsi addır, yəni Səmiyə Allahın adıdır, həm məna daşıyır, eşidən, yəni eşitmə mənasını daşıyır, özündə vəsfi daşıyır. Həm də ki, üçüncü hissəsi nədir? Bayaq dedik, feil, fail, bir də nə olmalıdır? Məf'ul, yəni eşidilən. Yəni Allah eşidirsə, eşidilənlər olmalıdır. Yəni məxluqat olmalıdır ki, Allah onları eşidir. Aydındır. Buna deyilir nə? Təsirli adlar. Yəni öz təsirini başqasında göstərən. Aydındır. Məsələn, Qadir. Allah qadirdir ad olaraq. Allahın qadir olması ad olaraqdır və onun içindəki olan məna qudradır, yəni güc mənasıdır. Və onun təsiri nədir? Məxluqatın üzərində, yəni qüdrətinin tətbiqi. Aydındır. Bu təsiridir, bu hökmüdür onun. Üçüncü hissəsi. Aydındır. Həmçinin Allah Taala xaliqdir. Allah Taala əl-xaliqdir ad olaraq. Xalq, oradakı xalq sifətdir, yəni yaratma sifətidir. Və üçüncü hissəsi nədir? Adın təsir göstərməsi. Yəni xaliqdirsə, nə olmalıdır? Məxluq olmalıdır. Məf'ul olmalıdır. Yəni xaliq faildir, məxluqsa məf'uldur. Aydındır. Edən və edilən. Aydındır. Yəni bu adlar həmin o üçüncü hissəni daşıyır özündə, təsir hissəsini. Yəni Allah edir və ediləni olmalıdır. Yəni yaradır, yaradılan olmalıdır. Eşidir, eşidilən olmalıdır. Qadirdir, qüdrət altında olanlar olmalıdır. Aydındır. Alimdir, biləndir, bilinənlər olmalıdır. Görəndir, görülənlər olmalıdır. Buna deyilir nə? Mütəəddi adlar, yəni təsir göstərən adlar. Təsir göstərməyən adlar hansılardır? Misal üçün Allah heydir. Hey nədir? Kamil həyat sahibidir. Hey Allahın adıdır. O adın məzmununda, tərkibində, yəni həyat sözü vəsfi var. Aydındır. Yəni Allahın hey olması heç bir şeyə təsir etmir. Allah özü üçün kamil həyat sahibidir. Aydındır. Yəni bu adın başqasının üzərində bir təsiri yoxdur. Bu özünə aiddir. Aydındır. Amma qadir başqasına adiyyəti var. Yəni başqasında o qüdrətin təsiri var. Aydındır. Eşitmə, başqasında o eşitmənin təsiri var. Yəni eşidilən olmalıdır. Aydındır. Görülən, yəni qadir olunan olmalıdır. Bilinən, alim adında bilinən olmalıdır. Aydındır bu. Amma hey adında, məsəl üçün, Allahın Quddus adında, Quddus adı nədir? Allahın bütün naqisliklərdən münəzzəh olması, uzaq olması, pak olması. Bu öz-özlüyündədir. Bu təsirli addır, yox. Başqasına təsir edir bu, yox. Aydındır bu. Yəni, qayda deməli nədir? Təsirli və təsirsiz adlar. Təsirli adlar, hansı ki, həm adı özündə daşıyır, həm sifəti, yəni mənanı, həm də ki, təsirini, hökmünü, yəni. Təsirsiz adlar isə ancaq adı və sifəti özündə daşıyır. Aydındır bu. Necə ki, bayaq dedik, hey, Quddus, misal üçün bu adlardandır. Amma Əl-Qadir, Əs-Səmi, Əl-Bəsir, Əl-Xaliq, Əl-Rahim, bunlar nədir? Bu adların gərəkləri var. Hökmləri, nəticələri var, yəni. Hökmü və nəticəsi var, təsiri var, yəni. Nəinki üzərində o hökm icra olunur. Yəni Allahın rəhməti neyinsə üzərində icra olunur. Hansısa bir məxluqa təsir göstərir. Düzdür? Allahın Qafur adı bağışlayan. Təsirlidir, təsirsizdir. Təsirlidir çünki bağışlanan olmalıdır. Başa. Amma hey, Allahın kamil həyat sahibi. Allah kamil həyat sahibidir. Bunun təsirə adiyyəti var, yoxdur. Aydındır bu. Yəni qaydanın mənası budur, məhzi budur. İndi deyir ki, Şeyx Rahiməhullah وَلِهَذَا اِسْتَدَلَّ أَهْلُ الْعِلْمِ عَلَى سُقُوتِ الْحَدِّ عَنْ قُطَّاعِ الطَّرِيقِ بِالتَّوْبَةِ اِسْتَدَلُّ عَلَى ذَلِكَ بِقَوْلِهِ تَعَالَى Və məhz bu səbəbdən də, yəni bu qaydanı işlədərək elm əhli yol kəsənlərin, quldurların, yəni
yol kəsənlərin həddi var da, yəni cəzası var, düzdür? Onların cəzasını boyunlarından düşməsinin səbəbi nədir? Onların tövbə etməsidir. Yəni yol kəsən ələ keçməmiş, yəni quldur, ələ keçməmiş, tövbə edərsə, tutulmamış yəni, tövbə edərsə, hədd cəzası onun boynundan düşür. Elm əhli bu ayəni ona dəlil gətirir. Hansı ayəni? Allah Teala buyurur. Maidə surəsi 34-cü ayədir. Yəni diqqətlə baxın. İllellezine tabu min qabli an taqdiru alayhim. Fa'lamu ennallaha gafurur rahim. Yalnız o kəslər istisnadır ki, kimlər ki tövbə edərlər, siz onları ələ keçirtməmişdən tövbə edərlər. Yəni hələ sən onu tutmamışdan artıq o tövbəsini edib. Hə? Ondan sonra ələ keçib. Yəni tövbə etmiş. Yəni bilinib, sübut olunub ki, yəni bu tövbə edib, ondan sonra ələ keçib. Hə? Deyir ki, fa'lamu, bilin ki, ennallaha gafurur rahim. Yəni bu sözün mənası nədir? Bilin ki, Allah deyir, bağışlayan və rəhimlidir. Bilin ki, Allah bağışlayan və rəhimlidir. Yəni Allahın bağışlayan və rəhimli olan sifəti ilə burada hökm verildi. Nə hökmü? Yəni bu adam tövbə edib və bil ki, Allah bağışlayan və rəhimlidir. Yəni Allah bağışladı onu. Yəni Allahın təkcə adı sadalanır, burada yox. Burada olan mənası, yəni məğfirə. Yəni qafur nədir? Bağışlayan. Məğfirə isə məğfirət. Bağışlama deməkdir. Yəni bu adın mənası var. Təkcə ancaq çağırmaq üçün deyil. Qafur adı təkcə ancaq çağırmaq üçün deyil Allahı. Hə? Onun öz mənası var, o da nədir? Məğfirə, yəni bağışlama. Bağışlama daşıyır özündə, öz mənası var. Rahim, təkcə çağırmaq üçün deyil. Nə var orada? Mərhəmət var, rəhmə var, rəhmət var, aydındır. Yəni bu iki adın mənası var. Təkcə çağırmaq üçün deyil. Və mənasından əlavə, bayaq dedik, üçüncü hissəsi var, təsiri. Aydındır, təsiri nədir? Yəni hökmü və nəticəsi, hökmü. Yəni hökmü nədir? Allah bağışladı. Yəni icra olundu. Yəni bu yol kəsənin üzərində hökm icra olundu. Allah bağışladı, Allah rəhm etdi. Bilin ki, Allah bağışlayan və rəhimlidir. Yəni nə deməkdir? Yəni Allah bağışladı bunu, rəhm etdi bunu deməkdir. Aydındır? Yəni bu Allahın bu adının təsirinə düşdü, hökmünə düşdü. Aydındır bu? Yəni bu ayəni dəlil gətirirlər nəyə? Onlar bağışlanıb. Tövbə edən bağışlanıb, yəni ələ keçməmişdən. Amma ələ keçərsə cəzası verilir. Aydındır bu. Li'anna muqtada hazaynil ismeyni, çünki bu iki adın deyir. Gərəyi, bu iki adın gərəyi en yekun Allah qad ğafara lahum zunubahum, ki Allah artıq onların günahını bağışlamışdı və hədd cəzasını öz rəhməti ilə onların üzərindən götürmüşdü. Ha? Və rahimahum bi isqatil hadd alayhim. Anhum. Sonra deyir ki, misal üzəlik, bu misalı, bayaq gətirdik bu misalı, Əs-Səmi adı eşidən, yatadəmmən isbət Səmi ismən lillahi, birinci Səmi adında deyir, Allahın adı var, çağırmaq üçündür, və həmçinin orada Allahın sifəti var, o da eşitmə sifətidir, və üçüncü də nədir? Orada yəni Allahın, yəni bu adından çıxarılan nə var? Hökm var, bayaq dedik, hökm, yəni eşitmə, yəni eşidilən olmalıdır. Gərəyi var yəni. Təsiri var yəni. Və huwa, o da nədir? Ənəhu yəsməu sirrə və nəcvə. Yəni o deyir, sirri, gizlini eşidəndir. Necə ki Allah Teala buyurur: "Vallahu yəsməu təhəvvurakumə innallaha səmiun basir." Allah sizin deyir söhbətləşməyinizi nə edir? Eşidir. Çünki Allah səmi basirdir. Çünki Allah səmi. Yəni Allah səmi basirdir deyə Səmi sözündə dedi ki, Allahın adı var, orada eşitmə vəsifi var və orada nəyi var? Hökmü var. Allah sizə eşidib yəni. Aydındır bu. Deyir ki, Əsma'ullahi Teala izə dəllət alə vasfil mütəəddin fəqət tədəmmən sələst umur. Və nəticə olaraq deyirik ki, Allahın deyir, adı əgər təsirli adlardan sayılırsa, bu özündə üç məsələni daşıyır. Birincisi, Allahın adının orada olması, isbatı, necə ki, misal üçün alim adı, bilən, yəni bilən yox, alim, ad olaraq, çağıraraq Allahın adlarındandır. İkincisi, orada olan elm vəsfi,
Yəni sıfətül ilm. Və üçüncüsü də oradan çıxarılan nə? Nəticə, hökm, gərək, təsir. İstəyirsən buna təsir adı ver, istəyirsən buna gərək adı ver, istəyirsən buna hökm adı ver. Hər üçü də eyni mənadadır. Aydındır bu. Ona görə müəllif deyir ki, yəni bu üçü də yəni burada keçərlidir. Və qad istədəllil müəllif alə həzə bi qavlihi təala. Və sonra deyir müəllif bayaq dedik ki, yəni bu ayəni bura dəlil gətirdi. Maidə surəsi 34-cü ayəni, yəni quldurlar haqqında. Və burada deyir dəlil hissəsi ondan ibarətdir ki, yəni ayənin daha doğrusu o iki adın gərəyi, yəni bağışlayan və rəhimli olan adın gərəyi odur ki, Allah deyir, yəni həmin o quldurları bağışlayıb, yəni tövbə edən quldurları bağışlayıb və onlardan yəni hədd cəzasını öz rəhməti ilə götürmüşdür. وَلِهَذَا جَزَمَ الْفُقَهَا رَحِمَهُمُllَّهِ Və ona görə də fəqihlər rahiməhumullah qətiyyətlə deyirlər ki, yol kəsənlər əgər tövbə edirlərsə, onları ələ keçirtməmişdən qabaq, onların üzərindən həmin bu cəza hədd cəzası daha doğrusu düşmüş olur. Və həmçinin bu ayətdə, yəni qeyri quldurlara da, başqa yəni günah sahiblərinə də ələ keçməmişdən qabaq tövbə ediblərsə, məsəl üçün içki içənmi, zina edənmi və yaxud oğurluq edənmi və s. Aydındır bu. İkinci hissəsi, qaydanın ikinci hissəsi, yəni təsirsiz adlar. Təsirsiz adlara da misal gətirdi ki, bu hey adıdır. Misal üçün, hansında ki, ancaq adın və sifətin mənası var. Üçüncü hissəsi yoxdur, yəni təsir hissəsi yoxdur. Aydındır bu. Və bununla yəni kifayətlənir, yəni qayda bu qədər bəsit, qısadır. İnşallah gələn dəfə 4-cü qaydaya keçərik. Subhanakallahumma və bihamdika əşhadu an la ilaha illa ente estağfiruka və etûbü ileyk.